Vətən müharibəsindən keçən dövr ərzində azad olunan ərazilərə qayıdış uğurla davam edir. Xankəndinin Kərkicahan qəsəbəsinə, Xocalının Xanyurdu, Təzəbinə kəndlərinə və Ağdərənin Həsənrız kəndinə qayıdış prosesi həyata keçirilib. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənrız kəndlərinə növbəti qayıdış olub. Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə olmaqla 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə isə 6 ailə olmaqla 24 nəfər, Təzəbinə kəndinə 8 ailə olmaqla 41 nəfər, Ağdərə rayonunun Həsənrız kəndinə isə 10 ailə olmaqla 52 nəfər qayıdıb. Beləliklə, ümumilikdə Xanyurdu kəndinə 455 nəfər, Təzəbinə kəndinə 650 nəfər, Ağdərə rayonunun Həsənrız kəndinə isə 2718 nəfərin daimi qayıdışı təmin edilib. Allah prezidentimizə dəyməsin, ömür uzun olsun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz 35 ildir vətən həsrətində yaşayırıq. İndi də gedirik vətənimizə. Çox sağ olsunlar dövlətimiz, milli ordumuz. Təşəkkür edirik hamıya. 1991-ci ildə bizim Cəmilli kəndi ermənilər işğal eləyəndə 14 dekabr kəndimizi işğal eləyiblər. Mənim həmin vaxtı 28 yaşım vardı. Yəni qurban olum Allah. Allah bu ömrü mənə bəxş eləyibdi. 64 yaşında qayıdıram öz vətənimə, öz torpağıma. Yəni bəli, Allah bu torpağın həsrətindən olan çox insanlar olub, amma Allah Taala'nın hökmünə onların ömrü qısa olubdur, görə bilməyib. Bu günü mənə yaşadam. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Cənab prezidentimizə də uzun ömür can sağlığı versin. Bu dəqiqə mənim sevincimin həddi hüdudu yoxdur ki, mən öz doğma torpağıma, ata qəbrimin üstə gedirəm. Bütün qaydanların içində mən də olmaq şərti ilə sevinirəm. Sevincimin həddi hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımızın da canı sağ eləsin. Prezidentimizin də Allah canı sağ eləsin ki, bu günü bizim millətə yaşatdı. Qeyd edək ki, geri qayıdanlar Respublikanın müxtəlif bölgələrində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.